Yeşaya 52-ci fəsil. Yerusəlimin sevinci. Qalx, qalx ey Siyon, qüdrətinə qurşan. Ey müqəddəs şəhər, ey Yerusəlim, gözəl paltarlarını giyin. Çünki sünnətsizlər, murdarlar sənin darvazalarından əsla keçməyəcək. Üst başındakı tozu çırp, qalx ey Yerusəlim, taxtına otur. Zənciri boynundan qır, ey əsir aparılan Siyon qızı. Rəbb belə deyir: siz müftə satılmışdınız, müftə də satın alınacaqsınız. Xudavənd Rəbb belə deyir: xalqım qürbətdə yaşamaq üçün əvvəllər Misirə enmişdi. Sonra Aşşurlular onlara boş yerə zülm elədi. Xalqım nahaq yerə götürülüb aparıldı. İndi bundan mənə nə qaldı? Rəbb bəyan edir. Bu Rəbbin sözüdür. Onların başçıları ahzar eləyir. Həmişə gün boyu adım küfürlə çəkilir. Buna görə xalqım mənim adımı tanıyacaq. O gün budur mənəm deyənin mən olduğunu başa düşəcək. Sülh xəbəri gətirən, dağları aşıb gələn müjdəçinin qədəmləri necə də gözəldir. O, xoş müjdə gətirir, qurtuluş xəbəri verir. Siyon xalqına Allahınız hökm sürür bəyan eləyir. Qulaq asın, gözətçilər səslərini ucaldır, birlikdə məth oxuyur. Çünki Rəbbin Siyona qaydışını öz gözləri ilə görür. Ey Yerusəlim xarabalıqları, şənlik eləyin, birlikdə məth oxuyun. Çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı. Rəbb bütün millətlərin gözləri önündə müqəddəs qolunu çırmaladı. Yer üzünün qutaracağına dək hər yer Allahımızın gətirdiyi xilası görəcək. Çəkilin, çəkilin, oradan çıxın. Murdar şeylərə toxunmayın, oradan çıxıb təmizlənin. Ey Rəbbin əşyalarını daşıyanlar! Axı siz tələsmədən çıxacaqsınız, qaça-qaça getməyəcəksiniz. Çünki Rəbb qarşınızda gedəcək, İsrailin Allahı arxanızda olacaq. Rəbbin qulunun istirab çəkməsi və qələbəsi. Budur, mənim qulum uğur qazanacaq. O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək. Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi. Zahirən insan surətindən çıxmışdı. Lakin o, çox millətləri heyrətə salacaq. Onun qarşısında padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək, eşitmədiklərini anlayacaq.